Müəllim yalnız dərs deyən şəxs deyil, həm də insanın ruhunu, düşüncəsi və xarakterini yoğuran şəxsdir. Müəllim şagird üçün ikinci ana kimidir. Müəllim hər bir şagirdin uğruna inanan insandır. Müəllim bizə sevgi və qayğı göstərir. Müəllim bizə elm öyrədən, dünyagörüşümüzü genişləndirən insandır. Müəllim mənim üçün ümid işıqdır. Müəllim doğru ilə yanlışı seçməyi öyrədir. Müəllim mənim üçün daha yaxşı insan olmaqdır. Müəllim mənim üçün gələcək açılan qapıdır. Müəllim biliyin işığını saçaraq qaranlığı aradan qaldırır. Müəllim demək gələcək deməkdir. Müəllim demək elm demək. Müəllim demək bizə xəyallara aparan şəxs deməkdir. Müəllim demək xəzinə deməkdir. Demək əmək və səhvdir. Müəllim demək elm deməkdir. Müəllim şagirdin taleyində iz qoyan bələdçidir. Müəllim gələcəyin qüdüsüdür. Müəllim müqəddəsdir. Müəllim əvəz olmazdır. Müəllim bizi uğura aparan yoldur. Müəllim bizim qəlbimizdə iz buraxan əbədi xatirədir. Müəllim bilik deyil. O